Salamlayıram hər kəsi. Üzə olan lazer prosedurundan sonra, yəni epilyasiyadan sonra necə eləmək lazımdır? Mütləq baxım lazımdır. Çünki lazer bir prosedurdur və üz dərisini qızıqlandıra bilər, quruda bilər, hansısa bir həssaslığı artıra bilər. Ona görə mütləq soyuq kompreslərdən aloe gelindən istifadə edib dərini nəmləndirmək lazımdır. Dərinin tamlığı pozulduğundan günəş qoruyucu kremlərdən baxmayaraq ki, indi qış aylarıdır, yenə də çox az günəş belə ləkə sala bilər. Bax, buna diqqətli olun. SPF-lərdən, günəş qoruyucu kremlərdən istifadə eləyin. 24 və ya da 2 gün ərzində üzə makiyaj vurmasaz məsləhətdir. Çünki dərinin közənəklərini tutub, ya da kimyəvi maddə olduğuna reaksiya verə bilər. 2 gün demişkən hamamdır, duşdur, saunadır, bunlar da məsləhət görülmür. Çünki lazerdən sonra dərinin tamlığı bərpa olmağına bir zaman lazımdır. Yox, əgər tam təmizlənməyibsə, yeni peeling tələb olunursa, yəni səthi yüngül peelingdən, heç olmasa azı 4 gün keçməlidir ki, dəri biraz özünə gəlsin, sonradan peeling eləmək olar. Və bir də ki, çox dərin skraplardan istifadə eləməyin, çünki onlar zədələnmiş dərini daha da qıcıqlandıra bilər. Özünüzə yaxşı baxın, üzünüz həmişə gözəl görsənsin, sağ olun.